Ayaklarınız tez-tez tutulur. Gece yatanda birden-birine sancı girir ya da seher duranda baldırınız dartılır. Bu sadece yorgunluk değil, beden size bir şey çatışmadığını deyir. En yayılmış sebeplerden biri magnezyum, kalyum veya kalsiyum çatışmazlığıdır. Bu minerallar əzələlərin rahat işləməsi üçün vacibdir. Çatışmadıqda əzələlər öz başına sıxılır. Nəticə, ağrılı tutulmalar. İkinci səbəb susuzluq. Gün ərzində kifayət qədər su içmədikdə əzələlərin fəaliyyəti pozulur. Unutmayın, təkcə yayda deyil, qışda da bədən suya ehtiyac duyur. Üçüncüsü, uzun müddət ayaqüstə qalmaq və ya əksinə hərəkətsizlik. Gün boyu çox ayaqüstə qalırsınızsa və ya çox oturursunuzsa, ayaqlarda qan dövranı zəifləyir və bu da tutulmalara səbəb olur. Bəzən isə sinir problemləri və ya damar tıxanıqları da əzələ spazmı ilə özünü göstərə bilər. Və ən maraqlısı, bəzən ayaq tutulmaları istifadə etdiyiniz dərmanların yan təsiri ola bilər. Xüsusilə sidik qovucular, bəzi təzyiq dərmanları buna səbəb ola bilir. Əgər ayaq tutulmalarınız mütəmadi baş verirsə, bu sadəcə təsadüf deyil. Qısa ağrılı siqnallar, bədəninizin sizə nəsə deməyə çalışdığı dildir. Dinləməyə dəyər.